işarə gəldi ki, hiss gəldi ki, sən susmalısan hal-hazırda. Gecə saat 2-nin yarısı idi, mən susdum. Sən bilsən ki, mən kiməm? Sən məndən belə danışmarsan. Bizim cəmiyyətdə belə bir söz eşitmişəm. Bir çox insan deyir ki, hər şey dua ilə həll olunsaydı, o zaman hər kəs xoşbəxt olardı, milyonçu olardı və nədənsə hər şeyi pula bağlayırlar. Biz kainat sistemində yanıb sönürük, yanıb sönürük. Bizim məqsədimiz çoxu bir dəfə yanır, güclə, balayla sönür. Yəni bəlkə də sönüb. Bəli, işığıq biz. Kvant sistemində fərqində olan insanlar və yüksək titreşim olan insanlar daima yanır. Ruh reinkarnasiyaya gedibsə, artıq başqa bir bədəndədirsə, başqa bir yerdə doğulubsa, o onun oradakı həyatına təsir edir. Necə? Əslində Allah demir ki, gəl mənə yalvar. Allah deyir ki, sən bir dəfə mənə müraciət elə, mən sənə onsuz da onu verəcəm. Salam Kəmalə xanım, xoş gördük sizi. Sizlə inanın ki, bütün görüşlərə uça-uça böyük həvəslə hazırlaşıram və gəlirəm. Və inanıram ki, bugün sizə də çox maraqlı bir mövzu olacaq. Həmçinin mənim özüm üçün də maraqlıdır. Kəmalə xanım, biz ötən verilişlərimizdə puldan, paradan danışdıq, enerjidən danışdıq. Düzdür, biz insanıq, biz material bir dünyada yaşayırıq. Bizə pul vacibdir, həyatımızda mühüm rol oynayır. Amma nə qədər material baxımdan hər şey qaydasında olsa da, insan bəzən içində bir mənəvi boşluq hiss eləyə bilər. Bizim bir mənəviyyatımız da var, ruh halımız da var. Amma əksər vaxtı insanlar hər yerdən əlini üzəndən sonra, çarəsizliyə düşəndən sonra, bütün qapılar bağlanandan sonra Allahı axtarır, Allaha yönəlir, duaya qapılır. Mən istəyirəm ki, bugün ümumiyyətlə bütün veriliş boyu duadan danışaq. Həyatımızda duanın gücündən, biz duanı necə eləməliyik, nə vaxt dua eləməliyik, bunun üçün məxsusi bir hadisə baş verməlidir, yoxsa o da material bir şeylər kimi bizim həyatımızın vacib bir hissəsini təşkil eləməlidir. Düşünürəm ki, bu mövzuda bizə sizdən daha çox ətraflı cavab verə biləcək, hələ ki bir insan tanımıram. Ona görə A'dan Z'yə kimi dua haqqında bizə nə bilirsinizsə, zəhmət olmasa buyurun danışın. Mən də sizi salamlayıram. Təşəkkür edirəm ki, verilişinizə dəvət elədiniz. Çox xoşdur. Və dua ümumiyyətlə mənim ən sevdiyim mövzulardan biridir. Ümumiyyətlə bu təslimiyyət haqqında, Allaha yaxınlaşmaq haqqında sonsuza qədər danışmağı sevən insanam. Hətta deyərdim ki, digər mövzulardan daha yaxın mövzudur mənə. Çünki özüm həyatımı dualarla dəyişmişəm və bunu məni tanıyan artıq hər kəs bilir. Uzun illərdir ki, artıq biz bu işlə məşğul oluruq. 8 ildən çoxdur və nə qədər biz elm desək də, nə qədər biz bilik, savad desək də, bütün bu yollar bizi ancaq Allaha aparır və başa düşürsən ki, hər şeyi verən odur. Savadı da, biliyi də, müəyyən bir informasiyanın qəbul olunmasında, yəni icazəni də, hər bir şeyi bizə verən Allahdır. Bizim ruhumuz Allahın nəfəsindən əmələ gəlib. Bizim bədənimiz torpaqdan əmələ gəlib və biz ona görə burada biraz çakralara da toxunmaq istəyirəm. Çünki bu da bu mövzunun bir hissəsidir, düşünürəm. Bizim ümumiyyətlə 7 çakramız var. Yəni hər bir çakra haqqında ətraflı danışmayacağam əlbəttə ki, amma birinci çakra bizi yerə bağlayır, yəni torpağa bağlayır. Biz oradan ilhamlanmalıyıq, biz oradan tamamlanmalıyıq. 7-ci çakra isə bizi bağlayır Allaha. Tac çakramız açıq olmalıdır ki, biz yaradana sonsuz bağlı olaq. Bu mövzu haqqında biz digər verilişlərdə daha ətraflı danışarıq. Sadəcə bunu demək istəyirəm ki, insan hər iki tərəfdən depolanmalıdır. Mən yalnız sadəcə dua edim, amma torpağı unudum, torpağa hörmətsizlik edim deyil. Yəni bu iş belə getmir. Və sizin də dediyiniz kimi bir çox insanlar təəssüflər olsun ki, hər hansı bir boşluğa düşəndən sonra Allaha müraciət etməyi seçirlər və yaxud da ona bəzən neqativ tərəfdən də bir yanaşma olur, üsyan kimi. Onda duaya müraciət edirlər. Bəli, onda duaya müraciət edirlər. Onu da bilirsiniz necə müraciət edirlər? İnamsız şəkildə. Heç bir inam yoxdur, heç bir güc yoxdur. Sadəcə duanı oxuyur ki, bir dənə nəsə istəsəydim, canım qurtarardı. Yəni bir Fikirləşir dənə ki, bir neçə kəlmə sözdür də, onu deyəcəm nə olacaq ki, nə dəyişir? Bəli, nə dəyişəcək və belə bir bizim cəmiyyətdə belə bir söz eşitmişəm. Bir çox insan deyir ki, hər şey dua ilə həll olunsaydı, o zaman hər kəs xoşbəxt olardı, milyonçu olardı və nədənsə hər şeyi pula bağlayırlar. Mən bir tək onu demək istəyirəm ki, bizim ruhumuz Allahın nəfəsindən əmələ gəlib.
Ruh üçün sənin 5 otaqlı evin var, yoxsa 7 otaqlı evin var, yoxsa sənin 1 otaqlı evin var, onun heç bir əhəmiyyəti yoxdur. Ruh bu dünyaya dərslənmək üçün gəlib və Allahı yada salmaq üçün gəlib ki, onsuz da yadındadır. Sadəcə şuur bəzən onu örtür. Öz Unutdurur. egosu, bəli, öz egosu ilə, öz hər hansı bir yalançı istəkləri ilə ruh kim olduğunu beyinə görə tam aça bilmir. Yəni aktiv eləyə bilmir. Öz missiyasını yerinə yetirə bilmir. Dua frekansı çox möhtəşəm bir frekansdır. Dua oxuyanda insanın frekansı yüksəlir, titrəşimi yüksəlir. Yəni necə istəyirsiniz elə də adlandırın. Aurası güclənir. Aurası güclənir. Artıq sənə kim pislik eləyəcəkdisə və yaxud da səni gələcəkdə hər hansı bir neqativ hadisə gözləyirsə, o duanı dəyişə bilir. Amma və lakin. Yəni sanki qoruyur bizi. Yəni əgər Bəli. hər hansı bir çətinlik olacaqsa, biz Ya- dua halındayıqsa hər zaman mütəmadi olaraq o Bəli. bizi qoruyur. Yaşayacağımız hadisəni yumşaldır. Məsəl üçün bir xanım var idi. Mənə demişdi ki, mən evdən çıxanda çox ciddi bir avariyaya düşdülər. Yoldaşın beli əyrildi falan. Yəni çox ciddi bir maşın əzildi və çox ciddi bir maddi sıxıntıya da düşdülər. Amma və lakin dedi ki, həmin gün mən maşına minməzdən öncə çoxlu sayda Ayətül Kürsü oxudum. Çoxlu sayda Ayətül Kürsü oxudum və o məni qorudu dedi. İndi bəlkə biz qıraqdan baxıb deyə bilərik ki, harası qorudu? Yəni orada ölüm olmasa da, yəni ancaq fiziki bədənə travma yaşandı. Yəni yoldaşı çünki əziyyət çəkdi. Amma indi hal-hazırda hamısı sağlamdır. Yəni düzəldi. Demək ki, nəymiş? Demək ki, o avariyada çox güman ki, bəlkə də ölüm belə ola bilərdi və yaxud da daha ağır və çözülə bilməyən bir hadisə ola bilərdi. Dua onun qarşısında. Dua onun qarşısını aldı. Amma biz insanlar nə edirik? Biz deyirik ki, mən axı oxudum o duanı. Mən oxudum, gərək o hadisə olmazdı. Baxın, bizim təkamül yolumuz var. Bizim gedəcəyimiz müəyyən bir dərslər var, sınaqlar var. Düzdürmü? Hər kəsin həyatı da eyni deyil. Dua bizim problemimizi çözmür. Mən əgər hər zaman gətirdiyim misaldır. Mən əgər həkim olmaq istəyirəmsə, mən dua oxuyaraq bütün həkimə aid olan biliklər mənim beynimə gəlməyəcək. Təbii ki, bunun təhsilini almalısın. Mən dua oxuyaraq, əgər mənim təhsil pulum yoxdursa və yaxud da müəllimlərin yanına getməyə imkanım yoxdursa, mən dua oxuyaraq müəyyən bir insanlar çıxacaq mənim qarşıma və həmin o biliyi, savadı, təhsili mənə ötürəcək. Ya təmənnasız bir şəkildə və yaxud da tam gözləmədiyim bir anda elə bir insan mənə yaxşılıq eləyəcək ki, mən hansısa yolla o medüstad qəbul olacağam, o həkimliyi oxuyacağam. Məsəl üçün deyə bilərsiniz ki, mənim illiyi verməyə sizin misala əsasən gətirirəm. İlliyi verməyə mənim pulum yoxdur, alınmır, şərait yoxdur. Amma sən dua oxuyaraq mütləq ki, bir insan çıxacaq və necəsə bu illik məsələsi həll olunacaq. Amma dua oxuyaraq oturum divanda, heç nə etməyim və gedim sabah həkim işləyim, yox. Sən həkim işləmək üçün ən azı 6 il 1, 2 ildə 1. Misal olaraq deyirəm də. Yəni ümumi 8 il hardasa oxumalısan və sən bu yoldan keçməlisən. Hə sən dua oxumasan, deyirsən ki, mən dua oxumuram, mən qəbul eləmirəm. Onda amma mən medüsta girmək istəyirəm, mən beyin cərrahı olmaq istəyirəm və yaxud da başqa bir həkim olmaq istəyirəm. Amma dua oxumuram, amma təhsil almağa da heç bir şəraitim yoxdur. Bax, o zaman sən öz gücünə artıq inandığın zaman ki, öz egoma, ki mən özüm eləyəcəm, onda özün gecə-gündüz oxuyub yenə də həkim ola bilərsən, amma bu sənə daha çətin ötürülə bilər. Daha çətin sən bunu qazana bilərsən və yaxud da ümumiyyətlə heç qazanmaya bilərsən. Çünki ola bilsin ki, girdin universitetə, amma valideynlərin dedi ki, bizim pulumuz yoxdur illik verməyə. Misal olaraq, sadəcə bir misaldır deyirəm. İnsanların çoxu duanı inamsız oxuyurlar. Belə bir inanc yaranır ki, Ona görə qəbul olunur Kəməli xanım. mən deyəcəm indi niyə qəbul olmur. Belə bir inanc yaranır ki, axı Allah onsuz da görür mənim problemlərimi. Düzdürmü? Belə bir mən də əvvəl elə düşünürdüm. Yəni Allah bilir də, görür də mənim problemlərimi. Görür axı mən təzədən bunun üçün ona niyə Nə yalvarmalıyam? ehtiyac var? Bəli, niyə mən yalvarmalıyam? Baxın, burada yalvarmaq sözü çox səhv bir sözdür. Mən bunu boş yerə demirəm, çünki insanlar çoxu bizə bu cür müraciət eləyirlər ki, mən niyə yalvarmalıyam? Mən sanki burada öz egosunu, öz egosuna insan qalib gələ bilmir. Ki mən axı başa düşmədim. Axı sən kimə yalvarırsan? Bax bu Yalvardığın bu kimi insan deyil axı. anlamırlar da. Məsələ Sən burasındadır. böyük qüdrətə, böyük gücə Bəli.
Bu Hər yeri, şey. göyü, kainatı Bəli. yaradan, səni yaradan. Ki Sən özün bütöv bir kainatsan. Mənə elə gəlir ki, bu elm deyirik, əksinə elmsizlikdən bəli. irəli gəlir. Əslində Allah demir ki, gəl mənə yalvar. Allah deyir ki, sən bir dəfə mənə müraciət elə, mən sənə onsuz da onu verəcəm. Baxın, sadəcə müraciət formasında bəzi nüanslar var. İnsan həddindən artıq paxıllıq, yalan, nifrət, kədər, qurban içindədirsə, qurbanlıq içindədirsə, o dua ilə birinci öz aurasını təmizləyir. Bəzən mənim hər zaman işlətdiyim bir söz var və məni tanıyanlar artıq hər zaman mənə bu sözlə geri dönüş eləyirlər ki, dua oxursan daha betər olur. Sanki dua oxumasaydım elə bil daha yaxşı olardı. Gedirdim də öz həyatımı idi, sürürdüm, Mən də yaşayırdım. eşitmişəm. Amma dua oxudum, daha betər oldum, daha ağır oldu hər şey. Yox, ağır olmur. Sən sadəcə kainata bir siqnal göndərsən, sonsuzluğa, işığa. Bir siqnal göndərsən ki, işıq, mən dəyişmək istəyirəm. Məni gələcəkdə məsəl üçün uğursuzluqlar, pulsuzluqlar gözləyirsə, mən o sistemi dəyişmək istəyirəm. Həmin o sistem dəyişməyi üçün sənin qarşıva çıxan insanlardan, heyvanlardan tutmuş, əşyalardan tutmuş hər bir şeyə qədər tamamilə dəyişdirilir. Buna güc lazımdır və sənə yoxlanış göndərilir. Görüm sənə görə biz bu strukturu dəyişməyə dəyərmi? Buna gücün çatar ya. Sən bunu nə qədər Hazırsan. qaldıracaqsan? Sən dəyişməyə bu qədərmi hazırsan? İnsanların 90% ilk çətinlikdə hər şeyi saxlayırlar. Ruhdan düşürlər. Ruhdan düşürlər və deyirlər ki, mənə lazım deyil. Mənə lazım idi, oturmuşdum da rahat. Biz hər şeyi o dəqiqə istəyirik. Bəli, əslində əsl dua nədir soruşsanız, mən deyərəm ki, əsl dua heç nə istəməməkdir. Əsl dua sadəcə var olduğun üçün sonsuzluğa, Allaha, yaradana təşəkkür etmək, şükr etməkdir. Hər bir şey üçün şükr etməlisən. Hər bir şey üçün. Sənin gözünə görünə bilər ki, mən hal-hazırda çətinlik yaşayıram, mənim hal-hazırda pulum yoxdur, xəstəliyim var, o var, bu var. Amma sən bunu bir prizmadan baxırsan. Sən bu vəziyyətə bir bucaqdan nəzarət eləyirsən. Başa düşürsənmi, düşmürsən, o ayrı məsələdir. Amma sonsuzluq Allah yaratdığı qalaktikalar var, planetlər var ki, astrologiyanı bilənlər biləcək ki, yəni Saturnun bizim həyatımıza necə təsiri var, Neptunun bizim həyatımıza, Saturn Yupiter. deyəndə hamı hürkür. Bəli, hamı hürkür. Amma elə bürclər var ki, məsəl üçün bu ay ona yazılıb ki, Saturn bu ay sənin həyatına mənfi təsir eləyəcək. Misal olaraq. Amma insan dua edəndə Saturn belə ona öz yaxşı üzün göstərir. Bir şey ki, dua planetlərin sənə olan təsirini belə dəyişir. Hər şey dəyişir. Dua ümumiyyətlə hər bir şeyin çıxış yoludur. Sadəcə insanlar bunu tam olaraq düzgün başa düşmürlər. Oturub evdə, divanda heç nə etməyərək dua oxuyum, hər şeyim çözülsün deyil. Dua sənə qapılar açılır. Açır o qapılarını. Sən ora girib girməməyi artıq sən özün təyin eləyirsən. Girəcəksənsə, daha yaxşı bir çıxış yolları tapacaqsan. Baxın, burada azad iradə qanunu aktivləşir. Bizi qoruyan mələk sistemləri var. Bizi qoruyan gücləri var. Hal-hazırda yer kürəsi Amerikada bir vulkan var, Yellowstone. Yəqin eşitmisiniz. O hər 600 min ildən bir partlayır və bütün yer kürəsini darmadağın ləğv eləyir. Və indi hal-hazırda səhv eləmirəmsə 640 min il keçib. Yəni 600 mində artıq bu partlamalı idi. Üstündən artıq 40 min il keçib. Səhv eləmirəmsə. Ya 20 min ildir, ya 40 min ildir. Bu sistemi qoruyan nədir? İnsandır mı? Yox. Allah qoruyur və Allahın yaratdığı kainat sistemi qoruyur. Biz kainat deyirik. Kainat Allahın yaratdığı strukturdur. Orada karma da var. Orada kimə nə etdinsə o da sənə geri dönüş olacaq. Yəni məsələsi var. Orada planetlərin sənə olan təsiri var. Orada hər şey var. Kainat sistemi bunu idarə edir. Biz birbaşa Allahı tanıyırıq. Bizim məqsədimiz Allaha yaxın olmaqdır və Allahı hiss eləməkdir. Və yaradan bizə o azad iradə qanunu verib, yəni bizi azad olan varlıqlar yaradıb. Bu nə deməkdir? Bu deməkdir ki, insan icazə verməyənə qədər ona heç bir varlıq müdaxilə eləyə bilməz. Toxuna bilməz. Müdaxilə deyək. Toxunmaq çünki bədən-bədənə kimi algılanır ona görə. Heç bir varlıq ona müdaxilə eləyə bilməz. Ta ki sən ona hədd deməyənə qədər.
Mələk sistemləri var ki, mələklər bizə Allah tərəfdən göndərilən varlıqlardır və onlar çox möhtəşəm enerjiyə sahibdirlər. Ki bunu da deyim ki, bəzən deyirlər ki, insanlar mələk ola bilərlər, amma yox. Baxın, belə bir deyim var ki, yalnız o insan mələk ola bilər ki, əgər mələklərin yaratdığı hər hansı bir hissi, yəni mələklər çünki bütün müsbət hisslərə malikdirlər. Yəni hər müsbət nə varsa hamısı onlarda var. Əgər mələklərdə olmayan, amma o insan yox yerdən o hissi yaradıbsa, o zaman ona icazə verilir ki, o mələk olsun. Onu da hələ ki heç kim eləməyib və yaxud da eləyiblərsə bu gizli bir məlumatdır. Yəni bu insanlığa açıq olmayan bir məlumatdır. Yalnız bu zaman. Çünki mələklər çox birbaşa Allaha belə deyim, Allahın bütün dediklərini həyata keçirən, sorğusuz, sualsız, Şərf. şərtsiz sevgi ilə ona bağlı olan və sorğusuz, sualsız, yəni hər bir şeyi yerinə yetirən varlıqlardır. Tam egosuz. Egosuz. Onlarda heç bir ego yoxdur. Onlar insana kömək etmək üçün insanın yanında olan möhtəşəm bir varlıqlardır. Yəni onlar bizə Allah tərəfdən göndərilir. Boş yerə demirlər. Məsəl üçün hər hansı bir duanı oxuyanda orada deyilir ki, mələklər sizin dualarınızı Allaha çatdırır. Yəni bu elə belə bir söz deyil. Yəni boş verəcək bir söz də deyil. Və Kömək üçün göndərilir. əlbəttə ki, və biz onlardan hər bir şey üçün xahiş eləyə bilərik. Məsəl üçün buranın hal-hazırda aurasını balansda saxlasın və bizim indi podkastımız daha rahat bir şəkildə keçsin və yaxud da siz əgər mənə əsəbisinizsə, misal olaraq bir insan olaraq deyirəm, mən öz mələklərimdən xahiş eləyə bilərəm ki, sizə sizin mələklərinizlə kontakt qursunlar və sizə belə deyim, sizi sakitləşdirsinlər. Əslində çox maraqlıdır, bəli. Amma insanların çoxu deyir ki, mən mələk hiss eləmirəm. Sən mələyi hiss eləmirsən, ona görə yox ki, onlar yoxdur. Necə hiss eləmək olar? Mən indi deyəcəm. Sən mələyi hiss eləmirsən ona görə ki, hal-hazırda sənin titrəşimin mələk sisteminin titrəşimi ilə bir deyil. Çünki sən aşağıdasan. Sən orada qurbanlıqdasan, hirslənmisən, əsəbisən və s. üsyandasan. Fərqi yoxdur. Və bu cür aşağıda olan frekansda olan insanlara mələk möhtəşəm enerjidir, yüksək frekanslı bir enerji. O sənə əlbəttə ki, toxuna bilməz. Bəzən insanlar deyir ki, bəs gələk mələklər mövzusuna, yəni Yəni açılırsa sən əgər, ruh halını yüksək tutmalısan da. ruh halını yüksək tutmalısan. Bəli, bizdə bu arada deyim ki, mələklərlə bağlı və duaların qəbulu ilə bağlı çox möhtəşəm kodlamalarımız var ki, onları dinləyən insanlar həqiqətən də mələklərin işarəsini eşitməyə başlayıblar ki, bu çox möhtəşəmdir. Mən indi onlar sizə işarələr haqqında da danışacağam və kodlamalar ümumiyyətlə bizdə artıq noyabrdan bu günə qədər minlərlə insanın həyatını çox möhtəşəm bir şəkildə dəyişib. Tamamilə Yaxşıya doğru. əlbəttə ki, yaxşıya doğru tamamilə fərqli bir həyat sürürlər. Tamamilə fərqli bir enerjiyə artıq sahibdirlər. Ona görə mən tövsiyə edərdim ki, çox münasib qiymətə olan kodlamalardan hər kəs yararlansın. Çünki bu fürsət çox nadirən tapılan bir fürsətlərdən biridir. Gələk biz mələklərin işarəsinə. Bəzən telefonda görürük 11-11, 12-12, 13-13. Bu artıq mələklərin bir işarəsidir. Daha sonra mələklərin növbəti işarəsi bilirsiniz nədir? Məndə tez-tez olur. Bəli, belə tük olur. O tükə nə deyirlər? Yastıqlardan Yastıqlardan çıxan kiçik tüklər. balaca tüklər. Bax, imенно pero o deyirlər də onu. Qu tükü. Qu tükü, bəli, qu tükü. Bax, o qarşınıza çıxırsa, o artıq mələklərin işarəsidir. Bir də O nə demək istəyir o zaman bizə qarşı? ki, biz varıq, öz varlıqlarını sizə göstərir və siz mütləq şəkildə hardansa, hər hansı bir videodan, hər hansı bir kiminsə ağzından eşidəcəksiniz ki, bu mələklərin işarəsidir. Yəni bu sizə hələ belə verilməyəcək. Bunun səbəbi də sizə göstəriləcək ki, bu mənim işarəmdir. Yəni hər kəs bunun fərqinə varacaq. O demək istəyir ki, siz doğru yoldasınız. Bəli, biz varıq. Bəli. Bəli, sən artıq şəfalanırsan. Sən artıq qalxırsan. Daha sonra və yaxud da ola bilsin ki, sizə köməklik göstərirlər. Sən həqiqətən hal-hazırda çox dibdəsən, insan çox dibdədir. Amma biz varıq. Sən bir yetər ki, mənə müraciət elə. Daha sonra bəli, müraciət edin. mələklərin işarəsi adətən tamamilə qaranlıq bir yerdə, sakitçilik olan bir yerdə və uzaqdan bir musiqi səsi eşidirsən. O musiqi heç bir müğənninin, heç bir tanıdığın bir musiqinin səsi deyil, mahnısı deyil. Tamamilə fərqi fleytaya oxşur. Bəli, fleyta kimi bir musiqidir və sən inanın ki, siz küçəyə
düşüb və o musiqiyə doğru getsəniz belə siz onu tapmayacaqsınız. Yəni çünki o digər belə deyim də astralda olan bir enerjidir. Yəni onu ancaq sən eşidirsən. Hal-hazırda demək ki, ancaq sənin qulağın eşidir bunu. Siz hətta yanınızdakı bir insana sual versən ki, musiqini eşidirsən? Nəsə bir səs gəlir. O deyəcək yox. Çünki bu ancaq sənə icazə verilir. Belə bir işarələri var. Daha sonra bəzən olur isti bir yerdir, yaydır, istidir və yaxud isti bir otaqdasınız, amma sərin bir meh gəlir. Baxın, sərin bir meh gəlir və sən üşümürsən o mehdən. Xoş bir mehdir. Xoş bir mehdir, bəli. Bax, bu da mələklərin işarəsidir. Mən bir dəfə gecə saat 1 idi, 2 idi, mənim bəzən cavabını tapmadığım suallar var idi və bu məni çox narahat eləyirdi. Çünki biz insanlarla işləyirik və biz onlara yanlış məlumat verməyə ixtiyarımız yoxdur. Mən əgər insanlara məlumat verirəmsə, mən bunun təsdiqini tapmalıyam. Bəli, oxumuşam, bəli, bilirəm, amma bəzən beyin o oxuduğumu, bildiyimi qəbul etməyə bilir. Çünki burada hisslər aktivləşmir. Hiss mənə deyə bilər ki, bəlkə də yanlışdır, bəlkə də səhvdir. Və bir gün gecə saat 1 idi. Həyətdə çox böyük bir külək var idi, yadımdadır. Dəhşət külək əsirdi və mən durmadan İxlas surəsini oxuyurdum. İxlas bu arada çox möhtəşəm surələrdən biridir. Durmadan İxlas oxuyurdum və içimdə hələ ikizlər olmamışdı. Dekabr ayı idi. Və mən artıq dedim ki, ay Allahım, yəni mənə bu istəyi verirsən, mən çox övlad istəyirdim. Dəhşətli bir şəkildə. Və mən deyirdim ki, yəni mən səni hələ də hiss eləməmişəm. Baxmayaraq ki, mən bu qədər dua oxuyuram, bu qədər mən öyrənirəm, səni axtarıram. Bilirəm ki, Allaha bu cür yanaşmaq olmaz. Bilirəm ki, Allaha demək olmaz, mənə göstər, mənə yəni özünü göstər, mən inanım. Belə danışmaq olmaz çünki yəni bu egosal bir çıxışdır. Amma mən həmin anda ürəkdən onu istəmişdim və mən deyirdim ki, mənə bir çıxış yolu göstər. Çünki mənim problemlərim bəziləri hələ də çözülmür. Bəlkə də maddiyyatdır, uşaq istəyirəm, Nihat hələ tam danışmır. Nəsə də özümə aid bir sıxıntılar var Səmimi idi. olaraq Yəni sadəcə söhbət elədim və ixlasıma davam burada ruh edirdim. halı da çox Ruh önəmlidir. halı çox önəmlidir və ixlasıma davam elədim və birdən mənə bir işarə gəldi ki, hiss gəldi ki, sən susmalısan hal-hazırda. Gecə saat 2-nin yarısı idi, mən sustum və mən küləyin dayandığını, yağışın dayandığını hiss elədim və mənə qəribə bir hiss gəldi. Elə bir sevgi hissi gəldi ki, mən başa düşdüm ki, onda ancaq Nihat var idi, bir oğlum var idi. Mənim Nihada olan sevgim bu hal-hazırda mənim hiss etdiyim sevginin yanında bəlkə 1%-dir. Cüzi bir şey. Cüzi bir şeydir. Yəni çox balaca bir şeydir. O deyil və mən belə anlarda bunu kontrol eləmək çox vacibdir. Çünki ruh artıq evini xatırlayır və evə getmək istəyir. Yəni burada ölüm belə baş verər. Çünki bizə də bir dəfə belə bir müraciət gəlmişdi. Burada bəli, bunu deyəcəm indi. Və ruhum bura gəldiyini hiss elədim ki, mən burada qalmaq istəmirəm. Mən yer kürəsində qalmaq istəmirəm. Dəhşət bir sevgi hissi gəldi, dəhşət bir qoruma hissi gəldi, mən başa düşdüm və mən ixlası saxladım. Mən dedim, mən başa düşdüm və hardasa mənim sizi indi bu qədər sözlə ifadə elədiklərim 10 saniyə çəkmişdi. 5 saniyə, 10 saniyə çox deyildi. Çünki beyin artıq bir anlıq qorxuya düşdü. Çünki ruh çıxır və beyin qorxuya düşdü ki, yəni burada bəli, qəribə Siz qorxmadınız Kəmalə xanım. elə qorxduğum üçün də dayandım, saxladım, bəli. Saxladım və bu halı çox çünki idarə edə bilmədim situasiyanı, amma o sevgini hiss elədim. Bu bir dəfə baş verdi. Bir dəfə baş verdi və mən həmin günü mən maraqlandıran bütün suallarımın cavabını tapdım. Üstündən 1 ay keçdi. Yanvarın 13-ü idi ki, həmin gün mən sonra bildim ki, göyün bütün portalları açıq idi. Bilənlər bilir ki, mən Kəbəyə getmək istəyirdim. Sadəcə alınmadı bəzi səbəblərə görə. Mənlə gedən insan gedə bilmədi deyənə. Və mən həmin gün əlimi göyə qaldırdım. Dedim ki, mən səni hiss eləmişəm bir dəfə. İndi mənim içimdə övlad istəyirəm mən. Mən o övladı istəyirəm. Ya bu istəyi məndən al, vermə mənə bu istəyi və yaxud da mənə onu ver. Çünki mən artıq istəməkdən yoruldum. Yəni əgər mənə bu istəməyi vermisənsə, demək ki, bunu mənə nəsə qismətimə yazmısan. Və belə danışıram. Biraz üsyana girdim. Biraz da tələb var idi burada. Yox, tələb yox idi. mən Yox, tələb yox idi. Bilirsiniz nə var idi? Artıq
alınmamaqdan yorulmuşdum. O illərlə, çünki mən 9 ildir artıq övlad istəyirdim. Bəli, olmurdu və mən uzun müddət istəyirdim. Bilirsiniz, artıq bəzən insanlar istəməkdən yorulursan, tükənirsən, nə qədər Ya axı da ümidsizliyə istəyirsən, qapıla bəli, bilər. İnsanlıq olmur da. və bu zaman bilirsiniz nə baş verir? İstəyirsən, onu saxlayırsan, amma fərqinə varanda, artıq vaxtı çatanda onu istəyib buraxırsan. Bax, o buraxdığından həyata keçir. Və mən 13-ü söhbətimi elədim və mənim gözümün qabağına 2 dənə oğlan uşağı gəldi. Və mən də üzr istəyirəm hər kəsdən süni maylamadan imtina eləmişdim. Yəni 2-3 dəfə elədim çünki alınmamışdı və mən istəmirdim. Və mən dedim ki, 2 dənə necə olur? Hələ bir yadımdadır o söz. Mən dedim 2 dənə necə olur? Bizim nəsildə əkiz yox, bir şey yox. Necə olacaq bu? Mən də Ekoya da getməyəcəm. Yəni danışıram da öz-özümə. Yəni səmimi bir elə bir dostumla söhbət eləyirəm. Və növbəti ayda artıq uşaqların artıq gəldiyini bildim və əkiz olduqlarını bildim. Baxın, mən nəyə gətirmək istəyirəm? Bəzən biz doğru istəmirik. Biz beynimizlə Allahla danışırıq. Bax, siz bayaq bir söz işlətdiniz, tələb. Bu tələb insanların çoxunda da var ki, məndə də var idi əvvəl. Tələb eləyirsən. Ev ver, maşın ver, onu ver, bunu ver. O ürəkdən gəlmir. O kimisə istəyidir, kimdəsə görmüsən, sən də istəyirsən onun acığına olsun və yaxud da eqonun istəyidir. Filan kəsin acığına olsun, onun Porsche-sı var, qoy məndə də olsun. Onun 3 otaqlı evi var, qoy məndə də olsun. Məsəl üçün, misal olaraq. Amma sənin tam da ruhunun istəyini insan başa düşməlidir və həmin an edilən o dua və onun ayrı xüsusi bir sözə də ehtiyacı qalmır. Və sən Kəmalə xanım, yəni üzr istəyirəm sözünüzü kəsəm. Yəni ruhun istəyi yalnız Allahdır. Allaha qovuşmaqdır, yəni. Və ya dua eləyərkən məxsusi bir halda olmaqdır və siz keçirmisiniz o vəziyyəti, halı bilirsiniz. Amma hər insan bunu yaşamır axı. yaşaya bilər. Əslində yaşayırlar çoxları, sadəcə fərqində deyillər. Ruh bu dünyaya ümumiyyətlə 6 dərsi almaq üçün gəlir. Hər zaman 6 dərs olur. Yəni biz belə deyirik. Bizim dildə desək, kvant dilində desək, ona ərdəm deyirik. Ərdəmlərdir. Məsəl üçün, misal olaraq gətirim. Xidmətdir, şərtsiz sevgidir, empati hissidir və digər nələrsə 3 dənə ola bilər. Yəni hər kəs saya bilər özü. Müsbət hisslərdən söhbət gedir. Ruh bilir ki, mən yer kürəsinə bu dərsləri almaq üçün gəlmişəm. Ruh bu dünyaya maddiyyat üçün gəlmir. Bu artıq mənim bu planetdə, yer kürəmdə yaşamaq üçün, mənim komfortum üçün verilən nələrdirsə və mən bəli, əlbəttə ki, Vasitələrdir. vasitələrdir. Məsəl üçün telefona baxıram, televizora baxıram, telefonda məsəl üçün Instagramda orada işimi görürəm, onu eləyirəm, bunu eləyirəm. Bu artıq mənim sosiallaşmağımdır. Bu başqadır. Bu olmalıdır. Çünki bu olmasaydı ki, ruh da yer kürəsinə bədən formasını alıb göndərilməzdi. Elə orada qalmışdıq da, bizim burada nə işimiz var idi? Məsələn, ona görə də onun keçmişlə bağlı bütün yaddaşı silinir. Çünki biz keçmişi yadımıza salsaq, bəzən deyirlər ki, gedək keçmiş həyatlarımıza, reinkarnasiya. Deyirəm, nəyə gedirsiniz? Reqressiya deyilən bir təlim var hal-hazırda. Keçmiş həyatları şəfalandıraq. Deyirəm, o sənə nə verəcək? Hə, bildin orada sənin uşağın var idi, ailən var idi, atan-anan var idi. Bu səni xoşbəxt eləyəcək? Yox, eləməyəcək. Ruh ona görə, yəni Allah bunu belə düşünüb bizlər üçün ki, bəli, onu tamamilə bizim beynimizdən silib, amma ölüm anında hamısını biz xatırlayırıq, onu da deyim. Ölüm anında keçmiş həyat. bütün ruhun keçdiyi hər bir həyat xatırlayır, bəli. Və ölüm anında biz məsəl üçün nəyə görə 3 gün var, 7 gün var, 40 gün var. 40 günə ruh tam olaraq bu həyatla bütün bağlantıları bitirir. Öldükdən sonra bir müddət nəyə görə güzgüləri bağlayırıq? Çünki orada portal var. Güzgüdə portal var ki, ruh ilişib qalmasın burada. Çünki orada görə bilər, şok. Loru dildə desə şok yaşaya bilər. Çünki ruh hələ bilincə bağlı olur. Şuurlu şəkildə. Şuuru, hələ ki şuura bağlı olur. Daha sonra bütün hər bir şey bitəndən sonra o artıq sonsuz rahatlığa, sonsuz əbədiyyətə qovuşur. Daha sonra artıq məsləhətdirsə yenidən reinkarnasiyaya gedir. Yaxınlarını itirmiş insanlar üçün nəyə görə deyirlər? Ağlamayın çox. Deyirlər ki, burax. Ölən kəs narahat olur, yəni. Onun ruhu inciyir, belə eşidir. Onun ruhu da inciyir. Əlavə olaraq da əgər o ruh reinkarnasiyaya gedibsə, artıq başqa bir bədəndədirsə, başqa bir yerdə doğulubsa, o onun oradakı həyatına təsir eləyir. Necə? Yeni bir insanın. Yeni bir insanın. Ruh orada
durduq yerdə özümüzü narahat hiss eləyə bilərik. Bu çox dərin mövzulardır. Mən çox dərin danışmaq istəmirəm bu Amma haqda. çox Çünki möhkəm insanlar aydındır. biraz səhv anlaya bilər. Ruh orada özünü narahat hiss eləyə bilər. Bəzən içimizə gələn bir boşluq olur. İçimizə gələn bir darıxma hissi olur. Bəli. Bax, o bizim keçmiş həyatlarımızla bağlı şeylərdir ki, kimlərsə biz üçün də ağlaya bilər. Bəli. Bu cür danışanda insan bəzən kövrəlir, bəzən nə düşünəcəyini bilmirsən. Mən sözü nəyə gətirmək istəyirəm ki, siz bir prizmadan həyata baxmayın. Hə, bir tək, duadır da nədir ki? Nəyə görə deyirlər ölünün dalınca məsəl üçün Yasin oxuyun, dua oxuyun da, düzdürmü? Yasin surəsi oxuyun və yaxud da digər Fatihə oxuyun. Fərqi yoxdur hansısa bir surədir. O artıq o belə onun əgər reinkarnasiyası varsa, reinkarnasiyası rahatlayır, Kömək yumşaldır, olur, kömək bəli. olur mütləq şəkildə. Zaten deyirlər Yoxdursa, ki, ölüb gedənlərə bizim yalnız duamız çatır. bəli, yoxdursa onun əbədiyyətini daha da yaxşılaşdırır. Bəzən deyirlər ki, indi yeni tendensiya çıxıb ki, qəbr üstünə heç getməyə ehtiyac yoxdur. Çünki orada nə ruh var, nə bir şey, boş çürümüş bədəndir. Belə insanları da eşidirik. Yəni onsuz da o artıq ölüb gedib. Biz əzizlərimizi xatırlamayaq. Bir şey deyim Onlar ki, hiss eləyir bizi ora gedəndə, düzdür? əlbəttə ki, ana və övlad bağı heç vaxt bitmir. Heç vaxt, heç bir halda istəyirdi 100 dənə reinkarnasiya olsun, 100 dənə anan da olsa, o bağ itmir. Yəni o bağ ana ilə olan neçə dənə ana olursa olsun, o bağlar itmir ana ilə övladın arasında. Yəni sizin etdiyiniz hər bir dua rəhmətə getmiş insan üçün o gedir ona mütləq şəkildə çatır. Yəni düşünməyin ki, mən qəbr üstünə gedirəm. Qəbr üstünə getmək nədir? Qəbr üstünə getmək Yad eləyirsən insanı. əlbəttə ki, bəli. yad eləyirsən. İnsan onda dəyəri qalmaz. İnsan onda yaşayıb, filan qədər ömür sürüb. İstəyirəm bir heyvan kimi, yəni bizim fərqimiz var. Biz şüurlu varlıqlarıq, həm də mənəviyyatlı varlıq. Həmişə ölülərinizi yad eləyin. Həmişə onlar gözəl. üçün halva çalıb, hətta duz tökə bilərsiniz. Bütün ölülər üçün, peyğəmbərlər üçün bunları etmək insanlıq naminə lazımdır. Çünki biz insanıq. Biz bu dünyaya sevgi göndərmək üçün, sevgi ilə yaşamaq üçün gəlmişik. Şərtsiz sevgi dediyimiz məsələ budur ki, artıq o üsyanı buraxaq, artıq o nə üçün belə oldu sorğu-sualı buraxaq. Bizim bilmədiyimiz Bir-birimizə qarşı daha mehriban, yəni Bəli. daha səbirli olmalıyıq. Bizim bilmədiyimiz o qədər şeylər var ki, bax siz mənə hər zaman deyirsiniz ki, özünüzə tənqidi yanaşırsan, düzdürmü? İnanın ki, oxuduqca, bu elmlərə girdikcə sən başa düşürsən ki, heç nə bilmirsən. Mənə hal-hazırda mən bəzən hər hansı bir məlumatı oxuyuram, mən başa düşürəm ki, mən heç nə bilmirəm ki, mən nə bilirəm. Dərinliyə getdikcə. Dərinliyə getdikcə elə bir bitirsən, elə bir sonsuzluğa girirsən ki, bəzən danışırsan və mənim belə bir xasiyyətim var, hiss eləmisiniz ya yox. Mövzudan mövzuya keçirəm. Çünki informasiya o qədərdir ki, bunu buna bağlayırsan, Çatdırmağa onu buna çalışırsan. bağlayırsan. Reinkarnasiya var, psixologiya var, nəsil kodları var, ana kodları var, duaların qəbulu var, o var, bu var, hamısı var. İnsan düşünür ki, tək bir şey var. Yox, bir şey yoxdur. Sən hamısını başa düşməlisən. Sən psixologiyanı da bilməlisən. Mən insanlarla işləyirəmsə, mən ancaq duadan danışa bilmərəm. Axı mənim qabağımda ateist otura bilər. Bax, bilirsiniz problem nədir? Problem odur ki, bu yaradılış sistemini tam anlamayan insanlar, ateist olsun, namazı qılmayan olsun və yaxud ümumiyyətlə dua oxumayan olsun, nəysə də inancısız bir insanı daşqalaq eləməyə hazırdılar. Amma bunlar başa düşmürlər ki, sistem bu deyil. Sistem odur ki, sən qarşındakı insanı kim olursa olsun, onun fiziki bədənini kənara qoyub, şəxsiyyətini kənara qoyub, onun ruhuna hörmət eləməlisən. Çünki sənin qabağında Allahın nəfəsi var. Elə bu bəsdir. Biz Hörmətlə yanaşmalısan. yaradan bizi Bəlkə elə onun sınağı da odur. Bəli, Ola bilərmi bəli, Kəmal xanım? bəli. Bizi yaradan yaradıb ki, ona görə yaratmayıb ki. Bir söz deyəcəm. Hal-hazırda tez-tez eşitdiyim bir sözdür. İnsanların bir-birinə işlətdiyi. Düzdür, mənə işlətmirlər, amma yenə də. Sən bilsən ki, mən kiməm? Sən məndən belə danışmarsan. Bu söz mənim yanımdakı insanlara bir neçə dəfə deyilib və həqiqətən soruşmaq istəmişəm ki, bəs sən kimsən? Yəni həqiqətən sən özünü nə sayırsan? Sənin əgər məsəl üçün pulun və yaxud da vəzifən, maddiyyatın qarşındakı insandan daha çoxdursa, sənə kim bu haqqı verdi ki, məsəl üçün belə danışasan? Bu çox yanlış bir şeydir.
Bunun cəzası bilirsiniz nədir? Cəzası da ona görə yox ay ki, yaradan ancaq cəza verir. Yox. Sən onu öz eqondan əzirsən qarşındakı insan. Bəlkə qarşındakı insan sənə o cavabı verə bilməz, o maddiyyatda deyil, o gücdə deyil və s. fərqi yoxdur, nə olursa olsun. Amma sən onu əzdin, sən onun qul haqqına girdin avtomatik olaraq. Mütləq ki, səni də əzəcəklər. Qul haqqına. Qul haqqına girdin birbaşa, qul haqqı da qəşəng ödənilir və Mütləq bu dünyada ödənilir. yox, yox. Amma Bu- yaxşı bu olardı ki, bu dünya- dünyada ödənilsin, düzdür? Niyə ki? Bu sizin egonuza yaxşı olur. O biri dünya əbədidir. O biri dünyada biz burada kiməsə nəsə çəkdirmişiksə, bu dünyada belə olmasa, o dünyada onun Əbədi haqq olar. hesabı var. Bəli, əlbəttə. Bu dünyada məsəl üçün mənim əlim kəsildisə və mən bilirəmsə ki, nə üçünsə kəsildi, 2 gün sonra yarası, ağrısı kəsilir. Düzdürmü? Yarası sağalır. Mən ağrı kəsici içirəm və o sağalır. Düzdürmü? Amma əbədiyyətdə olan o cəza deyək, yəni etdiklərinə görə ki, sən bu dünyada insan olaraq burdan oradan dərs almadın, getdin ona pislik elədin, buna pislik elədin. Nə olsun biz deyirik ki, yəni dualizm sisteminə əsasən pis və yaxud da yaxşı yoxdur. Yox. Əlbəttə ki var. Yəni kimsə kimisə haqqına girir, kimsə kimisə ağladır. Sən əgər sonra başa düşmürsən ki, mən səhv eləmişəm, yanlış eləmişəm, ən azı onun ruhundan halallıq istəmirsənsə, yəni onun bəli, haqq hesabı olur. Abi- İnsan cənnəti də, cəhənnəmi də bu dünyada da yaşayır, o dünyada da yaşayır. Bəli, biz dini baxımdan bu veriliş yəni çəkilmir əlbəttə ki. Mən dini baxımdan heç nə demirəm. Amma kiməsə pislik eləyən insanın artıq düşüncələri də pisdir də, düzdürmü? Yəni mən əməl Əvvəlcə düşüncədə yaranır, düşüncədə baş verir, sonra sözə keçir, sonra əmələ keçir. Bu artıq Mən əgər kimisə Ciddi həyatını addımdır. məhv eləyirəmsə, mən bunu Məqsədli şuurlu şəkildə. şəkildə eləyirəm, düzdürmü? Və yaxud da kiminsə haqqına girirəmsə, mən bunu məqsədli şəkildə gedib onun cibinə girib onun haqqına girirəm, düzdürmü? Və mən sonra əgər bunun tövbəsini eləmirəmsə, mən bunun fərqində deyilsə, elə pisliyə davam eləyirəmsə, o insanın bütün həyatını darmadağın eləyirəmsə, amma mən yaxşı yaşayıram və sonra deyirəm ki, mən onsuz da heç nə olan deyil və bu dünyada heç bir cəzamı çəkmirəm. Deməli sənin cəzan daha ağır olacaq. Hə, elə onu demək istirdim ki, çox yaxşı olar ki, ölməzdən əvvəl, nə qədər ki bizə Bəli. bu şans verilib, bu ömür yolu verilib, ola bilər də indi insandır, incitdi, səhv elədi, xəta elədi. Bəli. İnsan nöqsanlı varlıqdır. Biz mələk deyilik. Nöqsansız olan zaten Bəli. təkcə Allahdır. Düzdürmü Bəli. Kəmal xanım? Səhv və bundan kimsə də sığortalanmayıb. Kimsə deməsin ki, mənim heç bir nöqsanım, qüsurum, səhvim yoxdur. Mən heç kimi incitməmişəm. Adi bir söz deyərsən, qarşında həssas bir insan otura bilər, onun qəlbinə toxunar. Onun üçün ağır bir vəziyyət olar. Bəlkə Bəli. depressiyaya düşər, stres keçirər. Amma həmən bunu fərqində olan kimi gedib insandan üzr istəmək lazımdır. Hər dəfə üzr istəməyi də məsləhət görmürəm. Niyə? Çünki Səhv eləmisənsə, qarşınızdakı insan bəzən ondan üzr istəyəndə onun egosu aşırı Yüksəlir. dərəcədə yüksələ bilər və o onunla səni əzə bilər. Əgər sizin içinizdən gəlirsə, baxın, insanın hissləri var. Mən əgər hiss eləyirəmsə, mən ondan üzr istəsəm, amma o məni pərt eləyəcək. O zaman onun ruhundan üzr istəyin, Allahdan üzr istəyin. Mənə elə bir yol göstər ki, ey gözəl Allahım, mən ona elədiyim o yanlışı və yaxud da pisliyi necəsə tələfi eləyim. O sənə göstərəcək o yolu mütləq şəkildə. Amma yox içinizdən gəlirsə ki, o insanın özündən üzr istəmək, o zaman istəyin. İnsan hisslərlə yaşamalıdır. Beynimiz bir yerə qədərdir. Mən keçən verilişdə danışmışdıq ailə qurmaq. Necə daha məntiqlənmi quraq və yaxud yoxsa da sevgi. sevgi. Mən deyərdim ki, hisslərinizlə qurun. Hisslər bizi heç vaxt aldatmır. Beyin bəzən yox, beyin ümumiyyətlə yanlış bir Bəzən kod bizə verir. düşmən kəsir, hətta səhv Bəli. yola yönəldə də bilər. O həmişə danışır, bizi çaşdırır. Biz onun səsi ilə ruh səsimizi səhv salırıq, ayırd eləyə bilmirik bəzən. O zaman da başlayır səhv addımlar. Beyin kodlama sisteminə əsasən qurulub. Beyində travmalar var, keçmiş hər hansı bir hadisələrin təkrarı var, keçmiş təcrübələr var və o sizə hər hansı bir məsləhəti, öz beyninizin verdiyi məsləhət keçmiş təcrübəyə əsasən olacaq. Yəni bu yeni bir şey deməyəcək. Çünki beyin ancaq sənin
yaşadığın həyata əsasən o bütün hər bir şeyi yaddaşda saxlayır və ona əsasən bir cavab verir. Amma hisslər elə deyil. Ruh, şuuraltı dediyimiz ruhumuzdur bizim. Bunu hər kəs bilsin. Çünki çox adam bilmir. Biz həyatımızı şuuraltı ilə idarə eləyirik. Bəzən deyirik ki, düşüncələr hamısı həyata keçir. Bizim düşündüyümüz hər neqativ bəyəm həyata keçir? 1000 dənə neqativ düşünürük. Birdən gedərəm, ölərəm, ayağım yıxılar, nə bilim, burxular. Yəni anında həyata keçsəydi, Anında həyat həyata bütün xaos olar. və anında həyata keçsəydi, əlbəttə ki, xaos olar. Şuuraltını elə dəyişmək lazımdır ki, pis bir şey düşünəndə o artıq sənin şuuraltında deyil, şuurundadır deyənə. O elə burada düşünürsən, burada da artıq yox olur, gedir. Həyata Yəni imkan keçmir. verməyək ki, şuur altına keçsin. Orada qalsa dərin bir Nə iz vaxt ki o buraxacaq. hisslərə çevrilir, Hisslərə o düşüncə, bəli. Baxın, mən 2-3 gündür gəlirik verilişə, Hə. düzdürmü? Və hər dəfə yolda rahat gəlirəm və beynimdə belə bir düşüncə var. Birdən indi avariya olaram, birdən avariya olaram, birdən avariya olaram. Bu düşüncədir, gəlir. Bu gün hiss olaraq məndə aktivləşdi və bizim maşınlarımız yavaş-yavaş sürtüldü bir-birinə. Bəli. Hardan gəlir o düşüncə elə? O bilmirəm, o hiss idi, gəldi. Mən ümumiyyətlə maşından qorxan insanam. O da ola bilsin ki, hər hansı bir Qorxularımız. bəli, qorxularım tətikləndi və mən bunu düşünməsəydim heç nə olmazdı. İndi baxın, bu bir işarə idi. Maşının dəyməsi. Kiçik də olsa heç bir qəza olmadı, sadəcə güzgülər dəydi bir-birinə. Əgər mən bunu sabah, bürsü gün də aktivləşdirsəm, Yenə düşünsəz olar. daha ağır bir avariyaya səbəb olacaq. Amma mən bunu bu gün hal-hazırda fərqinə vardım və gəldim indi sizinlə bölüşdüm və başa düşdüm ki, bu mənim sadəcə düşüncəmdir. Mən sizdən sonra rahat şəkildə evə gedib gələcəm. Ay nə gözəl. Yəni o düşüncəni buraxmaq lazımdır. Onun dalınca, arxasınca gedib uzun-uzun neqativ ssenarilər yazmaq olub bərkitmək olmaz. Düz anladın mı? Bərkitmək o düşüncəni. Kvant sistemində, yaradılışımızda ki, zaten yazılıb ki, Kəmalə hardasa avariya olacaq, ayağı qırılacaq, Kəmalə sağ-salamat gedəcək, Kəmalə bərk avariyaya düşəcək, sarsıntı keçirəcək və yaxud da Kəmalə ümumiyyətlə həyatı boyu avariya olmayacaq. Hamısı mövcuddur. Bütün ssenarilər hal-hazırda mövcuddur. Yəni Kvant bütün sistemində. variantlar var. Bütün variantlar var. Mənim ağlıma gələcək, gələ bilməyəcək, düşüncəmdə olan, olmayan bütün Başa düşdüm. ssenarilər var. Mən hansını özümə çəkirəmsə, hansıya enerji verirəmsə, Diqqətimi hansına yönəldirəmsə, diqqətini hansına verirəmsə, onu çəkirəm. onu da çəkirəm. Bu əslində belə deyim, biz kvartsdan ibarətik. Kvarts kiçik bir şeydir, balaca bir, heç gözlə görünməyən, lupanın altında görülən bir enerji və biz kainat sistemində yanıb sönürük. Bizim məqsədimiz çoxu bir dəfə yanır, güclə, balayla sönür. Yəni İşıq bəlkə də kimi. sönüb. Bəli, işığıq biz. Kvant sistemində fərqində olan insanlar və yüksək titreşimi olan insanlar daima yanır. Lampaya da qıraqdan baxsaz görəcəksiniz ki, elə bil yanır, sönür, yanır, sönür, Evet. yanır, sönür. Bu biz də insanlar eləyik. Biz yanır, sönürük. Dua ilə, fərqindəliklə, təlimlərlə, kodlamalarla insan öz işığını daim yandırır, çoxaldır və artıq çoxalanda sənin bir ilə etdiyin dua bir günə qəbul olunur. Biz hər verilişdə ikimiz də Ayətül Kürsü oxuruq və bura Bu gələn mənim çox xoşuma gəlir. o Bəli. dediyin. bura gələn o rahatlamanı yəqin hiss eləyirsiniz. Əvvəl o rahatlamanı hiss eləmək üçün şəxsən mən də sizi bilmirəm. Mən onu 6 ay oxuyurdum. Çünki mənim frekansım çox aşağı idi. Bu dualardan danışırıq. İnsanlar şikayət eləyir bizə ki, dua oxuyuram, alınmır ay Kəmalə xanım, niyə olmur? Bəs mən 1 il oxuyurdum. Ayətül Kürsünü hər gün mən 1 il oxuyurdum. Hələ də istəyimə çata bilmirdim. Niyə? Deməli Çünki titreşimi aşağıdır. titreşim insanın. aşağıdır, Onu təmizləyir, qurbanlıq rolundan çıxırsan. Bütün neqativ Neqativ paxıllıqdan çıxırsan, səni sıxan, Həsəd, bəli. səni narahat eləyən bütün o vəziyyətlərdən qurtulursan, ancaq sonra artıq sən o pilləyə çatırsan və artıq biz Ayətül Kürsü eləyirik, artıq biz rahatlıq hiss eləyirik. Yəni ruhunu təmizləyə gəlməlisən. Mütləq şəkildə. Allaha qovuşmaq istəyirsənsə, yaxın olmaq istəyirsənsə, ruhunu təmizləməlisən. Bu sənin boynuna düşən bir məsuliyyətdir. Mütləq. Demirik ki, asandır, amma mümkündür. Düzdürmü Kəmal? Bunu hər kəs bacarar. Bəli. Hamı üçün bu qapı açıqdır. Bəli. Gözəl bir söz dediniz ki, bayaq. Bəli, Allah deyir ki, sən mənə bir addım gəl, mən sənə 10 addım Bəli. yaxınlaşaram. Bəzən bizi
biraz başqa cür böyüdüblər. Allahdan daha çox bizi qorxmaq kimi böyüdüblər. Bəli. Amma mən üstünlük verərdim ki, ona olan sevməyi öyrətsəydilər kaş ki. Qorxmaq öz yerində təbii ki, qorxular bizi pis addımlardan qoruyur. Bəli, Bu da bəli. olmalıdır, düzdürmü? Amma sevgi hissi tamam başqadır. Sevgi olanda arxayınçılıq da yaranır, gözəl ünsiyyət də başlayır. Bəlkə mövzumuza uyğundur. Demək istərdim ki, məsələn, mən həyatımda Allahın rolu böyükdür və mən onsuz yaşaya bilmirəm və mən ömrümü çox gözəl, bərəkətli hiss eləyirəm. Ona görə özümü xoşbəxt hiss eləyirəm ki, və düşünürəm ki, o ömürdəki, həyatdakı Allah yoxdursa, o bərəkətsiz bir ömürdür. Və şükranlıq dəftərində hamı bilir, tuturuq da biz yazırıq gecələr. 5 punkt yazırıq nəyə görə, nə? İnanırsınız ki, əvvəl mən material bir şeylərə görə, evimə, eşiyimə, ailəmə. Son vaxtlar bir neçə aydan sonra o qədər frekansı artırır da və təkid edir ki, təlimçilər yazmalısınız. Yazsaz daha Bəli. gözəl. Və mən gördüm, bir də ayıldım ki, gözümdən elə yaşlar tökülür və bu sevinc yaşlarıdır. O qədər Bəli. xoşbəxtəm o anın içində. Mən yazıram ki, ilahi, mən bu ana görə şükr edirəm. Fərqinə Səninlə varırsan. keçirdiyim ana, bu əlimdə tutduğum qələmə görə, yazmaq bacarığıma görə, 10 barmağıma görə şükr eləyirəm. Çox şükürlər olsun və bu mənə xoşbəxtlik, sevinc, minnətdarlıq vəziyyətinə gətirir ki, sonra öyrənirik ki, bu gözəl frekansdır. Yəni öyrənmək lazımdır, yəni maariflənmək vacibdir. Yazanda tövsiyə edərdim ki, sağ və sol əlinizlə yazasınız. İkisi ilə. Bəli, ikisi ilə də. Solla yaza o bilmirəm. çünki o mən də yaza bilmirəm, amma yazmaq bədəni balanslaşdırır və çakraları aktivləşdirir. O zaman daha yaxşı hiss eləyirsiniz özünüzü. 1-2 dəfə cəhd eləyin, sonra alınacaq. Sol əllə. Sol əllə də, bəli, sağ əllə də. Onu bilmirdim, birinci dəfə Hə, eşidirəm. onu etmək mütləq şəkildədir. Kəmalə xanım, çox sağ olun dərin, maraqlı söhbətlərinizə görə. Bu o qədər dərin bir mövzudur ki, ruhani bir mövzudur. İnsan biraz da həssaslaşır bu mövzularda. Çox sağ olun, çox gözəl, ətraflı maarifləndirdiniz, məsləhətlər verdiniz. Çox təşəkkürümü bildirirəm. Ayrılıqlar da ona görə var ki, insan istəmir ayrılıq olsun. Ayrılıqlar da növbəti görüş üçün bizə zəmin yaradır. Həmən sizdən ayrılmaq istəyirəm ki, növbəti görüşlərdə yenə danışaq, müzakirə eləyək. Çox sağ olun.